Salam hörmətli izləyicilər, xoş gördük sizləri. Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm toyuqlarımı, xoruzlarımı, ördəyi, qazı sizə göstərəm. Bıraxmışam çölə. Biraz belə deyək, yer verirəm. Belə tökək. Hamısı için yarısı elə çöldə qalıb. Daha doğrusu içəridə qalıb. Böyle. Ördəklərimiz küçdən qalxıblar, yəni yem yeməyə. Mən də tökəndə belə sey-sey hərəkətlər edirlər. Elə. Yarısı qalxdı, girdi içəri. İndi çıxa bilmirlər. Belə əziz izləyicilər, gözəllər, toyuqlardır, bəzəkli, üzü tüklü, kirpi, lüt boğaz, başı çəkilli. Bu il ümumiyyətlə başı çəkilli toyuqlarımız çoxdur. Belə, bu toyuğun bitkisi o yüzdədir. Deyim, gətim onlar da yesin. Əziz izləyicilər, getdim. Dostu, şöyle çox buraxmıram deyə həyətə. Biraz vəhşi kimidirlər. Bax, belə. Orada da karişli ördəklərimizdir. Gələn videolarımızda da onları çəkib paylaşaram. Sadəcə istədim bugün də bunları görsədim. Biraz hansı yumurtlamır kəsirəm. Belə işlər. Qazımız da bir dənədir, heç kim düzəməli yazmadı, istəmədim. Yer axtarı yumurtlamağa. Görün, bu həftə bəlkə apardım satmağa. Çünki dişidir, yumurtlayacaqdır, erkəksizdir. O da hayıfdır da, yumurtaları niyə lax olsun. Yəni, lax deyəndə qoymayacağım, təbii ki, xoruzsuzdur. Ancaq eləcə niyə yatır ki? Yəni, istəyən olsaydı, 30 da verəcəkdim. Yəni, qışda 20-25 manat olur. Yəni, mən abunəçilərimə deyim 15 manat. Bəlkə bazara aparsam 18-ə 20-yə sata bilərəm. Və sultanlara da bax.
Belə. Ağ qəşəng qazdır. Belə əziz izləyicilər. Biraz baxın, belə dedim çəkim sizinlə. Belə deyərdim, paylaşım. Yağ soğuca gedib toyuqların. Gəlin yiyin də burada. Gəlin yiyin. Görürsünüz də əziz izləyicilər, necə gözəl toyuqlarım var, özü tüklü. Bu sultanları da 2 dənə də fərə xoruz, onları da üstünə 30'a verəcəyəm. Kim istəsə əgər. Erkəklər orada dalaşır. Belə işlər. Xoruzumuz da görürsünüz necə gözəldir. O keçən ilki düzələrimdəndir. Belə. İzləyici istədim çəkəm, sizinlə paylaşam. Ördəklə toyuq dalaşır. Yəni deyəsən çox verdim. Çox indi bir qab verdim. Ördəklər döyür, qoymur. Bu çürtdü. Biri ora getdi, bax ora. Yatmağa. O da o başda var göy. O da o balaları çıxıb, videoları var. Onların anasıdır. Durdu, gəzdi. O videomda görmüşdünüz də, altında bala. Çölə çıxmışdım. Həmən anadır. İndi bax, gəzir bir 15-20 gündən sonra təzədən bir də başlayıb yumurtayıb yatacaqdır. Görək nə olur. Belə əziz izləyicilər. Hərdən biraz belə videolar çəkmək lazımdır ki, həm toyuqları görəsiniz, həm də ki, belə söhbət edək. Nə var, nə yox. Sultanlara baxın, görün nə gözəldilər. Hələ toyuğu başlamayıb yumurtlamağa. Bax, kim istəsə bal almağa götürə bilərlər. Düzdür, belə deyək də, indi sultanın cütü 70-80 manatdır. Bunları niyə görə 30'a verirəm? Bunlar Yaponla sultanın dönməsidir. Yəni ataq o Yapon olub, daha doğrusu sultan olub, ana isə Yapon. Bunlarda da 5 barmaqdır. Belə gözəl sortdur.
Belə əziz izləyicilər. Yani yemirlər ki tutarsın. Sözsüz sultanı. Bu lütboğaz xoruz var. Bak yine o ağ. Kırmızıyla yok, sarıyla yok. Bak bu sarıyla yok. O ağla ya yola getmirlər. Ağ söyür yaman. Ama qəşəng xoruzdur. Belə əziz izləyicilər. Cücələr zadda göstərdim sizə. Sadəcə istədim bunları da görsədəm. İnşallah bu həftə gedəcəyəm. Lal ördək istəyənlər də var. Elə yalandan yazırlar. Bir dənə, iki dənə istəyirik. Bir dənə, iki dənədən ötəri 16-17 baladır. Hara şey deyim mən, hara aparım, hara mövcə edeyim. Gəh deyir, kartına pul atacaq. Gəncədədirlər, deyir, kartına pul atacaq. Bizə şeylə, ikisini götürək. Kartımı attığında Gəncə çaddımlıq yoldur da. Yəni, balaca şəhərdir. Gəl götür. Yalandan vallahi yazırlar elə. Ona görə heç adam sultana bak sultana. Belə dalaşırlar. O onu vurur, bu bunu vurur. Belə. Nə qəşəng telefonda əziz izləyicilər. Deməli, burada şeydir, naşınal rejim. Onu bastım. Bax, daha da şıxlı elədi. Hava qaralırdı deyə. Işığı yanır, mənə ışığı da yanır. Şu axşam da belə ehtiyat çəkmək olar. Hara getsən, hara. Belə. Qaz da şey eləyir, döyür. Burada bir lal ördək də var, o niyə durub yemədi, onu da qaldırın. O lal ördəyidir, onu da qaldırdım. Getdi yenə yerinə. Nəsə yemədi. Getdi. Heç nə. Ördəklər cütləşir. Bircə o ördəyim elə deyək yatmayıbdı. Bir dənə də əziz izləyicilər qırmızılardan. O yumurtadı, ikisi bir yerdə yatmışdı, onu qaldırdım, indi təzədən bir də yumurtayır.
Yiyin də, çox elə mədəsi dolmayıbdır. Amma yemək istəmirlər. Bax, telefon ışığı nə qəşəng olur. Hava qaralır, ancaq buradan belliysən qalxır. Qəşəng şəffaf çəkir. Görürsünüz, indi bilməm videoda necə düşür. Yəni burada telefonda görürəm əziz izləyicilər. Bax, gəh qaralır, gəh şey olur. Bax, maşını öyrəcəm. Çox qəşəng belə çəkir. Belə. Gəlin boyca, gəlin boyca. Dən yerdən bir qalıbdır, yiyin. Gəl sən də, gəl. Videonu düzəldirəm, qəşəng bax belə işıqlı olur, sonra yenidən qaralır. Bunu görək belə qoydum görüm. Belə qalırmı? Ne bir qaralır. Əlinin üstündə saxlayasan, onda yaxşı olur. Dənləri yemirlər ki, hamısı qutarsın. Artıq 20 dəqiqədən çox, daha doğrusu 18 dəqiqə hələ gedir. Deyirəm 20 dəqiqə olsun. Keçirdim. Belə işlər əziz izləyicilər. Nə suallarınız var, bu videoda yazarsınız, hansı mövzulara toxunum, hansı belə deyək, xəstəliklərlə bağlı hansı mövzulara toxunmağımı istəyirsiniz? Onu deyin. Belə əzizlərdə artıq yekunlaşdırağım. Videomuzu 20 dəqiqəyə keçdi. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın əziz izləyicilər.